atanın dəyəri necə böyükdür övlad üçün. Ata necə dəyərlidir, necə lazımlıdır övlad üçün. Çünki atanın bu həyatda olmağı təsəllidir övlad üçün. Bunu yalnız valideynini itirən bilər. Ona görə də bil ki, sən atandan bir parçasan. Ata həyatın günəşidir, ata sabitlik mənbəyidir övlad üçün. Allahdan sonra pənah yeridir. Onu ilə övladın qəlbi möhkəmlənir. Onu ilə nəfsi təsəlli tapır. Nəfsi möhkəmlənir. Həyatı rahat olur. Rifah içərisində olur. Çünki o ata çalışır gecə gündüz ki, övladı üçün əmin-amanlıq olsun. Sabitlik olsun. İstər mənəvi, istər maddi. Ona görə insan təəssüflənir. Mömin ağı çəkə bilməz eşidəndə ki, bəzi atalar ehtiyac sahibləri olsa da övlad onun ehtiyacını ödəmir. Baxmayaraq ehtiyacını ödəməyə qadirdir. Lakin dünya məşğuliyyəti uzaqlaşdırıb onu, daşlaşdırıb qəlbini, unutturub. Ona görə atalarınızın qədrini bilin. Onları incitməyin. Onların xətrinə dəyəcək, kədərləndirəcək sözlər işlətməyin. Onlara asi olmayın. Niyə? Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm deyib ki, əntə və məlikə li əbik, sən və malın atanındır. Allah Teala'dan deyirəm ki, Allah Teala bizi salihlərə qovuştursun. Salihlərlə bircə həşr etsin. Özünün seçdiyi, özü üçün saxladığı o yaxşı bəndələrdən etsin. Allah Teala Abdullah bin Haram və ailəsini, eləcə də bizi, ailəmizi, valideynlərimizi cənnətdə bir arada etsin. Günahlarımızı bağışlasın. Bizi xeyirdə cəm etsin. İzzət və kəramət diyarında Peyğəmbər sallallahu aleyhi və səlləmlə qonşu etsin. Harada zəif müsəlmanlar varsa Allah Teala onlara kömək olsun, dəstək olsun, azlarını doyursun, çətinliklərini aradan qaldırsın, xəstələrinə şəfa versin, müsibətə düçar olanların bəlasını aradan qaldırsın, ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qorusun. Əqulu mə təsma'un və əstəğfirullaha li və ləkum və lisəiril musliminə min kulli dəm fəstəğfiruhu innəhu vəl-ğafurur rahim.